iştirakçıları, əziz tələbələr, bu gün Naxçıvan Muxtar Respublikası Ailə Qadın Uşaq Problemlərinin Dövlət Komitəsinin təşkilatlığı ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi tərəfindən Dövlət Universitetinin sosial iş ixtisası tələbələrinə, eyni zamanda qadın əməkdaşlarına İctimai inkişafın aspektləri mövzusunda ustad dərsi keçiriləcəkdir və bugünkü ustad dərsinin keçirilməsində də qonağımız vardır. Bu, Azərbaycan Kənd Qadınları İctimai Birliyinin, Assosiasiyası İctimai Birliyinin sədri Cübhəz xanımdır və Saidət xanım da bizlə bərabər burada iştirak edir. Birazdan siz onun ustad dərsini dinləyəcəksiniz Cübhəz xanımın. Mən bildirmək istəyirəm ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi Naxçıvan Muxtar Respublikasında Kənd Qadınlarla iş layihəsinin icrasına başlamışdır. Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi və dəstəyi ilə həyata keçirilir və bu layihənin keçirilməsində də əsas məqsəd regionlarımızda, işğaldan azad olmuş rayonlarda, eyni zamanda Naxçıvan Muxtar Respublikasında qadın bizneslərini təbliğ etmək, kooperativ qadın bizneslərini təbliğ etmək, aqrar sahədə çalışan qadınların bacarıqlarını artırmaq və şəbəkələşmə sistemi ilə həmin qadınların cəmiyyət inteqrasiyasını təşkil etməkdir. Bir daha təşəkkür edirəm ki, Cübhəz xanım bu təlimin Naxçıvan Muxtar Respublikasında Ayrıca komitədə keçirilməsinə təşəbbüs göstərdiyinə görə sizə dərin təşəkkürümü bildirirəm və ustad dərsinin işinə uğurlar arzulayıram. Sözü sizə verirəm. Buyurun. Çox sağ olun, Aytən xanım. Mən ilk növbədə Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin bütün işçi heyətinə, o cümlədən Aytən xanımlar, Ramila xanımlar təşəkkür edirəm ki, belə gözəl imkanı yaratdı ki, biz bugün ölkənin gələcəyi olan bu qədər xoş auralı gənclərlə bizim görüşümüzü təşkil edər və buna imkan yaratdılar. Bizim bugünkü master klasımız nəyin vasitəsilə reallaşır? Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası olaraq biz aqrosahibkar qadınlarla iş layihəsinə başlamışıq və bu layihə Naxçıvanın və işğaldan azad olmuş Zəngilanın Yuxarı Ağalı kəndini əhatə edəcək. Layihəyə Naxçıvanda start vermişik, Naxçıvanda başlamışıq. Naxçıvanda görülən bütün işlər eynisi ilə də Zəngilanın Yuxarı Ağalı kəndində də təkrar olunacaq. Bizim Naxçıvanda görəcəyimiz işlər aqrosahibkar qadınların kollektiv bizneslərə cəlb olunması, onların təşkilatlanaraq hüquqi status alıb qadın kooperativinə çevrilməsi və həmin qadın kooperativinin inaugurasiyasını keçirmək və o qadın kooperativini cəmiyyətə təqdim etməkdən ibarətdir. Biz ictimai inkişafın aspektləri haqqında bugün danışacağıq və mən bugün bu auditoriya baxanda çox həvəsləndim, çox fərəhləndim. Çünki ölkənin inkişafı yalnız onun iqtisadi inkişafı ilə ölçülmür. O iqtisadi inkişafın arxasında bir sosial inkişaf da dayanır. Və sosial inkişaf məfhumu bizim ölkəmizdə 2000-ci illərdən başlayır. 2000-ci illərdə bu sahəyə maraq artanda, bu sahədə kiçik layihələr icra olunmağa başlayanda onda belə gözəl, böyük auditoriya, gənclərlə dolu, sosial iş fakültəsi tələbələrə dolu belə bir imkanımız yox idi bizim. O vaxt barmaqla sayılacaq insanlar var idi ki, sosial işlə bağlı müəyyən tədqiqatlar aparırdılar, müəyyən layihələr hazırlayırdılar, həyata keçirirdilər və s. Amma indi nə xoş bizə ki, sosial işin taleyi indi onlarla, bəlkə də 1-2 il bundan sonra yüzlərlə gəncin əlində olacaq. İcma səfərbərliyinin alətləri iştiraklı kənd qiymətləndirilməsi. Yəni, bu iştiraklı kənd qiymətləndirilməsini burada PRV kimi biz qeyd eləmişik. Bu participation mənasında gedir. Azərbaycanda keçirilən bir
icma səfərbərliyindən çəkilmiş şəkildir. Bax, burada necə onlar layihə hazırlayırlar, hamının iştirakı ilə, yəni hamı iştirak eləməlidir layihənin hazırlığında. Kəndin bütün təbəqələri, qadınlar da, yoxsullar da, iş adamları da ki, o hazırlanan layihədən onlar faydalana bilsinlər. Bu icma xəritəsinin hazırlanmasıdır, icmanın tarixinin müəyyən edilməsidir. İcmanın tarixi, bütün bu gördüyünüz şəkillər heç də xarici ölkələrdən çəkilmiş şəkillər deyil. Bu şəkillər Azərbaycanda keçirilmiş o icma səfərbərliklərində çəkilmiş şəkillərdir. Bunların içərisində hətta Naxçıvandan olan şəkillər də var. O kəndlərdə aparılan səfərbərliklər. O səfərbərliklər zamanı hətta icmanın tarixi araşdırılır. Kəndin o yaşlı adamları, o kəndin nə vaxt, hansı əsrdə yarandığı, əsrlər boyu hansı çətinliklərə, sel olub, pandemiya olub, müharibə olub, hansı çətinliklərlə üzləşir bu insanlar və o çətinliklərə insanların müqaviməti hansı şəkildə olub, yəni bütün bunlar hamısı o səfərbərlik vaxtı gənclərin iştirakı ilə, orta yaşlı insanların iştirakı ilə orada araşdırılır və icmadakı gənclər artıq icmanın əsl tarixi, kitablardakı tarixi deyil, onun əsl tarixi, o canlı şahidlərin təqdimatında o kəndin əsl tarixini öyrənmiş olurlar. Bugün burada çox gözəl ətraf mühit var. O ətraf mühit kimdir? O ətraf mühit sizsiniz. O ətraf mühit bu bizim bu işin təşkilinə kömək edən insanlardır. O ətraf mühit bu otağın varlığıdır. O ətraf mühit belə rahat yerin olmasıdır. Əgər siz təhlükəsiz dünya istəyirsinizsə, onda qadınları və qızları səlahiyyətləndirin. Bu ictimai inkişafda səlahiyyətlənmə vacib bir məsələdir. Nədir səlahiyyətlənmə? Səlahiyyətlənmə deyəndə ilk ağlımıza nə gəlir? Necə səlahiyyətləndirə bilərik biz insanları? Səlahiyyətlənmə güclənmədir. Güclənmə, səlahiyyətlənmədə hansı halda mümkündür? O insanlara resurs vermək və o resursu idarə etmək üçün bacarıqlarını artırmaq. Əgər biz resurs verəriksə, bacarıqların artırılması hissəsini təhvil salarıqsa, onda o resurs istifadəsiz olacaq. Ya ondan istifadə edə bilməyəcəklər, ya yanlış istifadə edəcəklər və o tez sıradan çıxacaq. Və biz könüllülərin etdiyi o yanlışlıqları, səhvləri səhv demirik ona. Biz ona öyrənilmiş dərslər veririk. Çünki o könüllülər öz gələcək fəaliyyətlərində həmin o çətinlikləri, həmin o səhvləri artıq həyatda tətbiq etdikləri ən praktik bir üsul olacaq ki, o dərslərdən öyrənəcəkdir. İnsanlar daha çox səhvlərlə öyrənirlər də. Məsələn, düzgün gördükləri işdən yeni bir şey öyrənmirlər. Çünki bildiklərini tətbiq edirlər. Amma səhv etdikləri işdən öyrənirlər. Öyrənirlər ki, onu necə düzgün etmək ola bilər deyə yeniliklər. İndi hal-hazırda bizim öz misalımızda desək, Azərbaycan Kənd Qadınları Assosiasiyası Azərbaycandakı qadın inkişaf və müəssisə qrupları və qadın kooperativlərinin milli şəbəkəsidir. Çünki bu təşkilatın çətiri altında 50 qadın qrupu, 15 qadın kooperativi bir-birindən əməkdaşlıq şəklində onlar fəaliyyət göstərirlər. Onlar Azərbaycana 5 mütəxəssis göndərdilər ki, Azərbaycanda o icma səfərbərçiləri, təlimçilər, onlar təlim keçdilər və Azərbaycanda pilot qadın qrupları yarandı. Masallıda, Lənkəranda, bir də Balakəndə. Və sonra o qadın qrupları artdı, daha çox rayonlara, indi hal-hazırda 24 rayonda, sonra Naxçıvanın da əlavə etsə 25 regionda bizim kəndlərdə, yəni qadın qrupları fəaliyyət göstərir. Biz buna başlamışdıq 2018-ci ildə və bu işlərin aparılması Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti çərçivəsində həyata keçirilir. Yəni o layihənin icraçısı Kənd Təsərrüfatı Nazirliyi. Mən sizə qadın özünə kömək
qrupu modeli haqqında danışacağım. Bu modelin müəllifi Məhəmməd Yunusdur. Məhəmməd Yunusu sizin aranızda tanıyan da ola bilər, tanımayan da bilərsiniz. Məhəmməd Yunus Bangladeşlidir. O 1970'lərdə qadın kredit qrupları təşkil edir. Sonra o qadın kredit qruplarını daha da təkmilləşdirərək sosial qruplar şəklində qadın inkişaf qrupları təşkil edir. Necə olur ki, bu zamanı? Məhəmməd Yunus tələbə idi, Amerikada təhsil almışdır. Sonra Çitaqon Universitetində dərs deyirdi. O dərs deyəndə həmişə pəncərədən baxanda görürdü ki, universitetin həyətində biraz aralı, orada çox qadınlar nəsə iş görürlər və çox pis şəraitdə işləyirlər onlar. Ayaqları palçıqda, nəsə düzəldirlər, deyinirlər və görürdü ki, axşama yaxın 3-5 kişilər gəlir, oradan nəsə götürüb aparır. Sonra bu Bangladeşdə İslam ölkəsidir, həm də konservativ ölkədir. İndi bu Məhəmməd Yunus özü o qadınlarla ünsiyyət qura bilməzdir. Tələbələrini göndərir ki, siz öyrənin, görün, onlar orada nə edirlər. Və o tələbələr gəlib deyir ki, onlar bambuqdan stul düzəldirlər. Və o kişilər, bunların materialı yoxdur da, kişilər onlara material verirlər. O stul qadınlar düzəldir, sonra onu gəlib aparıb satırlar. Tutalım ki, o stulu bazarda 10 manata satırlar. Qadınlara isə o stulu düzəltmək üçün tam ki 5 qəpik verirlər, bir stulu 5 qəpik. Məhəmməd Yunusda belə bir ideya yaranır ki, bu qadınlar belə çoxluq şəklində, Bangladeşin nə dərəcəsi çoxluğu, çox əhalisi olur ölkələr. Və o İslam ölkəsidir. Qadınların da vəziyyəti orada həddindən artıq çox, necə deyərlər də, inkişaf baxımından çox məhdud. O fikirləşir ki, nəsə elə bir metod təklif eləsin ki, bu qadınlar biraz daha çox pul qazansınlar və həyatlarını daha yaxşı edilsinlər. O tələbələrini göndərir, təbii ki, qız tələbələri göndərir də, o qadınların yanına və sonra görüşür onlarla. Məhəmməd Yunus həmin qadınlara deyir ki, mən sizə $20 verəcəm. Siz o materialları özünüz alın və məhsulunuzu da özünüz satın. Hansı kənddə qadın qrupu varsa, o kənddə həyat daha təmtəraqlıdır, həyat daha gözəldir. Onlar bayramlar təşkil edirlər, onlar məktəbdə şagirdlərin dərsə davamiyyəti ilə maraqlanırlar. Rüb başa çatanda o əyalaçı tələbələri qrupun icrasına dəvət edirlər. Kimisə nəsə bir ideyası, təklifi varsa ki, ictimai inkişafla bağlı nə kimi layihə ola bilər? Onu buyursunlar, təqdim edəsinlər. Ben Süleyman Səlcan, Abdurrahman Dövlət Universiteti Beynəlxalq Münasibətlər Hüquq Fakültəsi Sosial İş İxtisası 4-cü kurs. O şəkildə Deməli, mənim üçün belədir ki, gələcək zamanlarda Naxçıvan üçün ağıllı avtobus dayanacaqları və mobil tətbiqli avtobusların izlənməsi. Bəli. Yəni, həqiqətən ilk zamanda çox ehtiyacdır marşrutların izlənilməsi. Həmçində onunla yanaşı bizdə hal-hazırda Naxçıvanda avtobuslarda ancaq nağd pul olmalıdır, kartla ödəniş etmək olmur. Mən istəyirəm ki, gələcək zamanda həmçində bütün avtobuslar üçün, nəqliyyat üçün kartla ödəniş olsun. Çox sağ olun Seycan, çox təşəkkür edirəm. Biz Seycan'a alışacaq. Çox sağ ol, çox gözəl təşəbbüsünə görə. Başqa bir layihə təklif edən var mı? Kimə? Mən Avasoy Ava, Naxçıvan Dövlət Universiteti Sosial İş. Demək olar ki, bütün bəzi rayonlarımızda yollar bərbat gündədir. Buna görə də əhali rayon mərkəzlərə daha gecikir və hiss etməyə gəlmir. Buna görə də yolların daha yaxşı olması üçün əhalinin və yaxud insanların kəndlər istəsini altlatmasına bölgü mərkəzdə yolların daha yaxşı olması üçün. Çox sağ olun, çox təşəkkür edirəm. Yol çox vacib. Yol nədir? Yol
birləşdirəndir. İnsanları, yaşayış məntəqələrini bir-biri ilə əlaqələndirəndir, birləşdirəndir və çox vacib və layihədir, çox gözəl vurulmalıyız. Hal-hazırda ölkədə 15 rəsmi hüquqi statusu olan, rəsmi qeydiyyatdan keçmiş qadın kooperativi var. Düzdür, bu qadın kooperativləri qeydiyyatdan keçirmək üçün bizim bir balaca çətinliyimiz oldu. Çünki bizə dedilər ki, bizdə qadın kooperativi deyə belə bir qeydiyyat forması yoxdur. Biz də bilirik ki, Türkiyədə çox kooperativlər var. Məsələn, Türkiyədə 10.000 kooperativ var. Onun 2.000-i qadın kooperatividir. Biz dəfələrlə o kooperativlərlə təcrübə səfərində olmuşuq, onların işi ilə tanış olmuşuq, onların uğurlarını görmüşük. Düzdür, biraz çətinliyimiz olsa da, amma müəyyən instansiyalara müraciət eləməklə axırda biz nail olduq və ilk dəfə Azərbaycanda qadın kooperativi kimi qeydiyyatdan keçən Zaqatalanın Yuxaratala kəndində Çınar qadın kooperativi oldu ki, o Çınar qadın kooperativinin də sədri və o kooperativin qurucusu Səadət xanım Bibirovadır ki, o bugün sizin qonağınızdır. Düzdür, Səadət xanımın çıxışı olmasa da, amma onu bir canlı nümunə kimi mən sizə göstərmək ki, yəni Azərbaycanda ilk qadın kooperativimiz Çınar qadın kooperatividir. Ondan sonra isə 14 qadın kooperativi qeydiyyatdan keçdi. İnşallah ki, Naxçıvanda yaranan qadın kooperativi də 16-cı qadın kooperativi olacaq və mən əminəm ki, Naxçıvanda ictimai inkişafa o qədər böyük maraq, istər dövlət qurumları tərəfindən, istər əhali tərəfindən, qadınlar tərəfindən, gənclər o qədər böyükdür ki, o kooperativ mən əminəm ki, ən potensial, ən yaxşı inkişaf edən kooperativlərdən biri olacaq. Sizin hər hansı bir sualınız olarsa, hər hansı bir mövzuda fikir mübadiləsi bizi eləyə bilərik. Buyursun bizim hörmətli sosial inkişaf tələbələrimiz. Buyurun xanım. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsinin 4-cü kurs tələbəsiyəm. Deməli, mən kənd qadınlarının tək kənd təsərrüfatının deyil, başqa sahələrlə yönləndirilməsinə tərəfdarıyam. Niyə? Çünki deməli, bununla yanaşı biz əsəyimdə deməli, praktikada olmuşuq və orada o qədər şərait yaradıqlar ki, kənd qadınlar üçün, məsələn, deməli, bəzi zərflər var ki, kənd qadınlar üçün belə bir şərait yaradılmışdır ki, bəzi kənd qadınları getsinlər, məsələn, ya dairəli kursu olsun, oxusunlar, ya deməli, başqa sahələr üzrə oxusunlar və onlara müxtəlif zərflərdə deməli, alətlər verilir. Mən bunun tərəfdarıyam. Yəni, Orada sən mamanı biz də sabahlar deyək. Hətta mənim anam da belə bir şey. Anası qadın tərəfindən, Məsələn, mən özüm ali təhsildə olmağıma baxmayaraq, deməli, getmişəm, kursda iştirak eləmişəm, 2 ay kurs olubdu, iştirak eləmişəm. İndi də avadanlıq istəyirəm, amma məşğul şəxs olduğuna görə, yəni universitetdə oxuduğuna görə mənə o düşmür. Dedilər ki, universitetdən sonra, yəni praktikadan sonra müraciət elər, yəni biz o avadanlıqlarla səni təmin edəcək, bəli. Kənd qadınlarla belə bir şey istəyərəm ki, olsun, bütün hər kəs bundan istifadə edir. Onlar da müraciət edirlər, məsələn, aktivlərin təmin olunmalı. Çox sağ olun, çox təşəkkür edirəm. Bildiyimiz kimi, bu kənd təsərrüfatı fəsli fəaliyyətdir. Bu qadına siz əyləşin, çox təşəkkür edirəm, çox gözəl təqdimat edədiniz. Deyək ki, qadınlar ilin yaz, yay, payız fəsli təsərrüfatla məşğul olurlar, amma qışda təsərrüfat işi olmur. Ona görə də ümumiyyətlə bu qadın kooperativləri, qadın qrupları, bunlar yalnız kənd təsərrüfatı sayəsində fəaliyyət göstərmirlər. Onların alternativ biznesləri var, onlar biznesləri şaxələndirirlər. Məsələn, tikiş sexləri var, sonra əl işləri ilə məşğul olan qadınlar var, sonra şirniyyat, çörək pişirənlər var və o qadınlar kəndəmiş kəndin qadınlarıdır. Bu şəkil hardasa 2000
Məsələn, Saadət xanım, Çinar kooperativində necə qrup var? Müxtəlif bizneslər var. Təşəkkür edirəm Rübənz xanım. Mən əlimə başlamazdan əvvəl biraz tələbələrlə söhbət elədim. Rübənz xanım qeyd elədiyi kimi biz ilk öncə mürəbbə istehsalı ilə başladıq. Mürəbbə istehsalına başladıqdan sonra fikirləşdik ki, başqa çünki gördük ki, mürəbbələrə o qədər də ehtiyac yoxdur. Biz başladıq meyvə kursuna. Ondan sonra biz başladıq en çok kendimizde olan bütün meyveleri kurutmağa. Ama meyveler var ki onlar değmişti, onları kurutmak olurdu. Düşündük ki biz bundan pekmez hazırlayalım, pekmeze geçtik. Ondan sonra biz sirke hazırladık hemen meyvelerden. Sonra baktık gördük kendimizde ne var. Kendimizdeki bütün Allah kutularından tutmuş her şeyi değerlendirdi. Bir vaxtlar kətdə o qadınların o əziyyətlə əyilib bıçaqla Allah çəkdiyi bağa yaprağını qurutduq. Zəncir otundan iksir hazırladıq, mürəbbəsini hazırladıq, qurutduq. Onu Zakatala çayını değerlendirip o çaya qatıb ondan qış çayı hazırladıq. Sonra baxdıq gördük ki biz o xurmanı qurutmuşuq, kiməsə 8 manatdan veririk, o da aparıb bağa satır. Dedik ki biz onu niyə satırıq ki biz həm də fındıqçılıqla məşğuluq. Öz fındığımızı, öz bəkməzimizi, öz quru xurmamızı, quru meyvələrimizi değerlendirdik. Onları üyüdüb, qatışdırdıq, qəşəng bir halva, konfet çıxartdıq ortaya. Sonra başladı. Rübənz xanım qeyd elədik ki, dövlətin dəstəyi ilə sərgilərdə, yarmarkalarda məhsullarımızı sərgiləməyə başladı. Çünki onun üçün bizim üçün heç bir maya tələb olunmurdu. O az hər kəsin evdə hazırladığı məhsullar orada çıxardaraq bizi tanıdılar. Bizi tanıdılar və dövlət bizi dəyərləndirdi. Aqrar tədarük, təchizat şirkəti qablaşdırmanı öz boynuna götürdü. Və o meyvə qurutan avadanlıqlarla təmin elədi. Digər təşkilatlar başqa avadanlıqlarını dəstəklədilər. Amma Azərbaycan Kənd Qadınlar Assosiasiyası bizi, məsələn, bəzən Ustad Naxçıvanda bəzi layihələr var. Sizin xəbəriniz var mı ondan? Yoxdur, elə deyil mi? Biz də Azərbaycanın ən uclar kəndində yaşayırdıq. Rusiya ilə də Gürcüstanın sərhəd idi. Kəndçi qadınlar idi. Biz heç bilmirdik ki, kənddə, yəni ölkədə belə bir layihələr var. Kənd Qadınlar Assosiasiyası, hörmətli Rübənz xanım bizi yönləndirdi. Onlara bizi tanıtdı ki, belə qadın qrupu var. Bugün baxın, dediyim kimi, bizim artıq ayrıca bir bəkməz qadın qrupumuz var. Onlar bəkməz istehsalı ilə məşğul olurlar. Ayrıca meyvə qurutan qrupumuz var. Zəncir otu ilə məşğul olan qrupumuz var. Ondan sonra çay qrupumuz var. İndi biz Azərbaycan bazarına şoko krem təqdim elədik. Bəkməz və şokolad, vanil və digər şeylər ora qataraq, bu da bizim püf nöqtələrimizdir. Onu qataraq biz Azərbaycan bazarına təbii qida olaraq körpələrimizin qidalanması üçün, məktəblilərin sağlam gənclərin yetişməsi üçün sağlam qidanı Azərbaycan bazarı satışı təmin olunur mu? Deməli, Aqrar Ticarət və Təchizat artıq onu öz önünə götürdü və onun satışını Bəli, bunun satışını marketlərin paylanması üçün mütləq qida təhlükəsizliyinin sertifikatı lazım. Amma yine dediğim oldu. Biz ilk önce bacarmaq üçün başlayaq denizi ilə başladıq. Sevgimi bildirmək istəyirəm. Çünki bu insanların sifətində mən elə bir ifadələr gördüm ki, bu tələbələrin, yəni təşəbbüskar, ictimai inkişafla maraqlanan, gələcəyi düşünən və bu bizim bugünkü görüşümüzdə belə fəal dinləməyiniz üçün mən sizə təşəkkür edirəm və böyük məmnuniyyətlə Aytən xanım sizin xahiş edəcəyik ki, yəni yekun sözünüzü siz dediniz. Çox sağ olun Rübənz xanım. Əslində biz sizə təşəkkür edirik ki, bu biliklərinizi, bazarınızı, bu təcrübələrinizi, bu topladığınız həyat boyu, bu keçməkeşli təcrübələrinizi gənclərimizlə bölüşdürür. Bunlara gələcək inkişaflarında, kariyer inkişaflarında böyük səmərə veriləcəyini inanlıqla mən bildirirəm.
Və mən bayaqları sizdən də görüşünüzdə qeyd elədik. Burada həmin o tələbələrimizin də çıxışlarında onların özləri də bilir ki, komitənin fəaliyyəti, yəni bizim də istedadlı qadınlarımız var ki, bəli, o qadınlarımız da siz o dedikcə, Sədət xanım, o bütün sahələr üzrə bizdə də o qadınlarımız fəaliyyət göstərirlər. Bugünkü tədbirimiz, bugünkü ustad dərsi çox yerində, düşərli oldu, aktual mövzu ilə bağlı. İnanıram ki, gələcəkdə də bizim qadınlarımız bu sahədə öz biliklərini, bacarıqlarını ortaya qoyacaqlar. Qrup şəklində, kooperativ şəklində, hər hansı bir müəssisə daxilində öz işlərini inşallah bundan sonra da davam etdirərlər. Çox sağ olun, sizə təşəkkür edirəm Cüməniz xanım. Bir daha komitə adından, komitə sədrində məziyyətdə olduğundan iştirak edə bilmədi. Onun salamlarını çatdırıram. Burada sizə təşəkkür edirəm ki, bu cür tədbiri əmələ edilməli kimi komitədə keçirdiyiniz üçün, təşəbbüskarı olduğunuz üçün sizə təşəkkür edirik. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun, əziz seçkilərimiz, minnətdarıq. Çox sağ olun.